Neftçi ilə bağlı fikirlərimizi bildirdik Həbib. Xüsusi olaraq adlar üzərindən gedəsi olsaq, Ştogrin və Murad Məmmədov. Murad Məmmədov az zaman alırdı, cəmi 6 oyunda meydana çıxmışdı, az dəqiqələrdə Ştogrin ümumiyyətlə sifariş olunmamışdı və ya psixoloji məqamı qeyd etdin. Görünən odur ki, məsələn, Ştogrin də psixoloji durumunu hardasa yaxşılaşdıra bilib, Murad Məmmədovu sanki geri qaytara bilib. Əslində, mənə görə çox istedadlı futbolçu idi, nədənsə Samir Abbasov çox faydalana bilmirdi ondan. Murad Məmmədovla bağlı. Qışdan sonra bu futbolçular kömək eləyə bilərmi Neftçiyə belə durumda, bu məqamda? Yəni, qayıdıram bayaqki məsələyə. Azərbaycanlı futbolçularda ümumiyyətlə psixologiya problemi var. Yəni, meydanda özünü rahat hiss eləmək, güclü rəqibə qarşı rahat oynamaq. Həmin o Muradın o vurduğu qol var ha, şedevr. Klas. 1, 2, 3 sol ayağla uzaq küncə ləzzət elədi də, baxırsan əsl Avropa qol. Onu burada Qarabağla oyunda o rahatçılığı üzərinə, yəni o məsuliyyəti üzərinə götürüb bir elvini keçib. Bir o futbol dilində desək Medinaya zamaq atım. Onu tutalım ki, uzaq küncə vurum, Koxalski çatmasın eləyər. Mənə məsələn şübhəli gəlir o məsələ. Bu bir. İkincisi, Azərbaycanlı futbolçuların ən böyük problemi bir oyunda yaxşı oynayıb, iki oyunda yaxşı oynayıb, qol ötürmə. Üçüncü, dördüncü oyunda artıq o stabilliyi qoruyub saxlamaq, o dərəcədə, yəni belə deyim də, dırnaq arası şişmək məsələsi var. Yəni vaxtından əvvəl böyümək məsələsi var. Bu barədə yaxşı bir yazın da vardı Sport İnfazda. Ki, yəni dayanmaq olmaz. Yəni elə eləmək lazımdır ki, qollarla bədən arasındakı məsafə böyüməsin. Elə əvvəlki kimi qalsın, 10 sm-dirsə 10 qalsın da, yəni 2 qoldan sonra artıq özünə zərər verəcək, təbii. 30 sm olmasın. Təbii ki, yəni bax, Murad istedadlı futbolçudur. Mən oyundan Portuqaliyada oldum, 21 ilə bir yerdə, o qədər tərbiyəli xan oğlan. Mədəni, heç elə bir ki, Neftçidən gəlməmişdi. Ad çəkməyəcəm, başqa klublardan gələn gənclər var idi, 1-2-3 nəfər diqqətimi çəkən ki, özlərindən razı, yerişləri, duruşu, elə baxsan, elə ki, Azərbaycan futbolunun bu brendidir də. Amma Murada baxırdım, sakit təbiətdə, hətta müsahibə də almışdım, gəldik, danışdıq, utana-utana, çəkinə-çəkinə, yəni yerini bilən uşaq. Futbolçu bacarığına da sözüm yoxdur. Azərbaycan reallığında, yəni futbol oynamağı bacarır. Sağ olsun. Qalır davam etdirmək. Və Yuri Vendubun Muradla bağlı bir açıqlaması var. Xoş sözlər bildirib Muradın ünvanına. Gətirə bilirik Nizat ekrana açıqlamanı mümkünsə. Bildirib ki, görünən odur ki, yeganə qeyd etmək istədiyim futbolçu Murad Məmmədovdur. Əgər bu cür davam etsə, onu çox böyük gələcək gözləyir. Əslində elə bir növ sənin dediklərini qısa, lakonik, iki cümlədə ifadə edib ki, İnandırım sənə ki, Yuri Vendub bəlkə 10-cu xarici məşqçidir ki, Azərbaycanlı futbolçu haqqında bu sözü deyir. Yəni, Murad üçün demirəm, amma ümumiyyətlə, tarix ərzində demək ki, var da, amma futbolçu, sadəcə xanı olan bir yerə qədər gəlirlər. Bilmirəm, vaxtından tezmi özlərini böyük sayırlar, yoxsa 5 manat artıq qazanırlar, artıq məşqlərdə əlavə öz üzərində işləsinlər, sadəliklərin qorusunlar. Məsələn, adi bir faktı deyim ki, jurnalistlərin qabağından, media mənsublarının qabağından keçəndə biraz o qulaqda qulaqcıq, yeriş, boyun, belə jest, hərəkətlər, yəni, hətta oradan artıq hiss olunur, görünür ki, bu futbolçuda artıq o başlayıb, proses başlayıb, içdən artıq o spiral belə qaynaya-qaynaya qalxır. Yəni bunlara ümid edək ki, Muradda olmayacaq bu. İnşallah. Murad tərbiyə uşaqdır. Yeri gəlmişkən Əfiqə xanımdır, səhv eləmirəmsə. Nənəsi. Nənəsi aktiv Facebook istifadəçisidir. Həm də bizim də dostumuzdur, medianın dostudur. Baxırsa, izləyirsə və yaxud izləyəcəksə, buradan böyük salamlarımı göndərirəm. Həqiqətən ən azından o nənəyə yerdə qalmaz. Həqiqətən o nənə Muradın üzərində böyük haqqı var, əziyyəti var. İnşallah ki, Murad da nənənin dediklərinə qulaq asar, yaxşı futbolçu olar və nə vaxtsa arxivdə oturub bizim bu dediklərimizə baxıb çox sağ ol deyər.